xəstəxanadayıq, uşaq palatasında. Körpə uşaqlar yatır, şəhərin evində fişək partladılar. Gəncə şəhərində yerləşən 2 nömrəli uşaq xəstəxanasının qarşısında gecə saatlarında baş verən səs-küy və atəşfəşanlıq sakinlərin ciddi narazılığına səbəb olub. Gəncə Xəbəraza daxil olan şikayətə əsasən hadisə gecə saat 00:00 radələrində xəstəxananın qarşısında yerləşən Dan Ulduzu Piramida Dəniz Restoranlar şəbəkəsi Şadlıq Sarayında qeydə alınıb. Bildirilir ki, həmin vaxt ərazidə fişənglər partladılıb. Yüksək səslər isə xəstəxanada müalicə alan uşaqların və onların valideynlərinin narahatlığına səbəb olub. Şikayətçi qeyd edir ki, bu hal xüsusilə 31 mart Azərbaycanlıların soyqırımı gününə təsadüf etdiyindən daha həssas qarşılanıb. Bugün anım günüdür, amma bugün təəssüf ki, Gəncədə fişəng partladılması ilə başladı. Xəstə körpələri güclə yatırırıq, səsdən hamısı diksinib. Buradakılar ən az mənim qədər qorxdu və əsəbləşdi. Sakinlərin sözlərinə görə gecə saatlarında belə yüksək səsli tədbirlərin keçirilməsi həm xəstələrin vəziyyətinə mənfi təsir göstərir, həm də ictimai asayişin tələblərinə uyğun deyil. Vətəndaşlar məsələ ilə bağlı video görüntüləri redaksiyamıza təqdim edib, aidiyyatı qurumlardan zəruri tədbirlərin görülməsini istəyir.